Hörmətli müğənnilər, ən çox bunları qadınlara şamil edirəm bu fikrimi. Hansısa toy məclisinə gedirsiniz, çox xahiş edirəm. Sizə ki o pullar verilir, kağız pullar. Əlinizdə belə saxlayıb hamıya acıq verirsiniz. Çoxumuz bilir ki o pullar saxta pullardır. Hansısa bir toyda əyləşən, toyda səni dinləyə gətirib böyük bir 500 manatlıq, 200 manatlıq sənin əlinə o pulu vermir. Verən də deyil, çünki baxanda bilinir ki, o toyda kimlər iştirak edir. O saxta pulları əlinizə alırsınız, 500 manatlıqları, 200 manatlıqları, kimlərəsə acıq verirsiniz ki, ən çox da həmkarlarına verirsiniz də, təbii ki, yəni mən toyda idim, əlimə, nə bilim, o qədər 500 manatlıqlar verildi ki, toydan evə dönəndə 3000, 4000 pul gətirdim. Hamı bilir ki, evə dönəndə 50 manatla dönmüsən, 35 manatla. Bunları etməyin. Həm toy sahiblərinə zərbə gətirirsiniz, həm də özünüzə. Toy sahibləri yazıqdır. Etməyin bunları. Gedin harda o saxta 500 manatları alırsınız, alın, cibinizə qoyun, başınıza qoyun, nə bilim, haranıza sürtürsünüz, sürtün. Amma bunu etməyin. Bu ancaq görməmişlikdir, acıq verməkdir, ancaq acıq verməkdir. Etməyin bunu. Məndən bu qədər. Məhz Sarə Səfura Bahadurdan.